Yaşım az ola bilər. Həyat təcrübəm, biliklərim dünya görüşümdə yaşıma görə az ola bilər. Amma vətən sevgim az deyil. Mən bu vətəni bu torpaqlarda 1000 illər yaşayırmış kimi sevirəm. Vətənimin dar günündə kənarda dayanıb tamaşa eləyə bilmərəm. Mən kənarda dayanım, o kənarda dayansın. Bəs anamızı, vətənimizi kim qoruyacaq deyə şəhid Əlizadə Nicat Qorxmazoğlu deyirmiş. Nicat 2001-ci il sentyabr ayının 15-də Sumqayıt şəhərində anadan olmuşdur. Əslən Cəbrayıl rayonunun Tilni kəndindən olan Nicat, uşaq yaşlarından Qarabağın gözəllikləri haqqında eşidər, düşmənin etdiyi haqsızlıqları, evindən, yurdundan didərgin düşmüş insanların əhvalatlarını eşidərmiş. Cəbrayıl rayonu 131 nömrəli peşə məktəbindən məzun olan Nicat hərbi xidmətə yollanır. Hərbi xidmət zamanı komandirlərindən hərbinin bütün sirlərini öyrənərək döyüş taktikasını dərindən mənimsəyir. Hərbidə olan zaman komandirlərindən erməni vəhşilikləri haqqında öyrənən Nicatın intiqam hissi daha da alovlanır. O, hər gün Ali Baş Komandanın irəli əmrini gözləməyə başlayır. Xalqın həsrətlə gözlədiyi irəli əmri gəldikdə isə Nicat döyüşə ilk sırada atılan igidlərimizin arasında olur. Düşmənin çox sayılı canlı qüvvəsini məhv edən Nicat dəfələrlə düşmənlə üz-üzə gəlir, döyüş yoldaşlarını ölümdən xilas edir. Suqovuşanda xüsusilə fərqlənən Nicat, elə Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhadətə ucalır. Ölümündən sonra Suqovuşanın azad olunmasına görə, igidliyə görə, vətən uğrunda medalları ilə təltif edilir. Şəhid Əlizadə Nicat Qorxmazoğlu Biləsuvar rayonu 3 saylı qəsəbə qəbirstanlığında dəfn edilir.